Hə, yəni burada Evet. sualım əslində ondan ibarətdir ki, siz direct müştərilərlə işləyirsiniz, yoxsa sizin müştərilər digər fintechlərdir? Biz Hansıların ki öz müştəriləri var? biz hər Hər şey, harda pul var orada. hər bir müştərinə biz işləyirik. Yəni hər bir xidmət biz Okay. hər bir xidmət növü belə deyim, biz göstərə bilirik burada. Okay, həm direct müştərilərlə özünüz də işləyirsiniz o zaman, həm də Bəli, ki misal üçün hansısa bir payment aqreqator var, götürək ki, ePoint. məsələn. Bəli, məsələn ePoint Azərbaycanda var. UK-də də bir dənə ePoint açıldı, hansı ki müştəriləri cəlb eləyir, merchantları cəlb eləyir. Və bu ePoint-də hansısa bir acquiring bank lazımdır, acquiring bir financial institution və processing mərkəzi Okay. olaraq. Biz də GuavePay olaraq həm acquiring bank kimi, acquiring maliyyə institutu kimi, bank yox, maliyyə institutu kimi fəaliyyət göstərə bilirik, həm də ki processing Okay. olaraq. To есть bütün Siz hub olaraq özünüzdə hamısını cəmləşdirirsiniz bəli, və bəli. bir nöqtədə verirsiniz. bəli, bizdə bu servislər bir nöqtədə Revolutla bunu müqayisə edəndə Revolut işlədiyi ölkələrdə hansısa bir servis providerdən istifadə edir. Həm acquiring üçün, həm Bəli. bizdə belə deyil. Bizdə bütün xidmətlər Kompleks. özümüzdədir. Bəli, Okay. kompleks özümüzdədir.